həqiqətən çox çətindir. Kuryer işləmək, yəni uşaq oyuncağı gəlməsin. Sırf eksperiment olsun deyə 3 gün kuryer işlədim. Yəni o çətinliyin nə demək olduğunu gördüm də. Hər gün yüzlərlə maşınla dib-dibə gedirsən. Plus da ki, yəni sizə belə deyim, Bolt çantası taxan insanlara, kuryerlərə maşınlar çox hörmət eləmir. Üstünə çıxır, qabağını kəsir, yol vermir. Mən bu motosikldan təbii ki, yola çıxanda görən maşın həmişə yol verir, verəcək də. Bir videomda demişdim, 100 min izlənmiş bir RS videom var idi. Orada bəyan eləmişdim ki, bəs motosikl sürürsünüzsə, biraz da bahalı bir motosikldirsə, yəni sizə yol verəcəklər. Amma yox, belə biraz ucuz, balaca M50, S50 kimi motosikillar sizə yol verməyəcək. Yəni bunun acı reallığını da hər gün görürəm.